Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Rabbi şrahli sadri ve yessirli emri ve ehlul ugdeten min lisani yefkahu kavli. Rəcəb ayında qərarlaşmışıq, çox müqəddəs, mübarək aylardandır. Allah Taala Əhl-i Beyt, İslam Peyğəmbəri çox böyük önəm verir bu aylar, Rəcəb ayına. Və ən önəmli məsələ də bizə lazım olan, qabaqda qeyd etmişik, bu ay hazırlıq ayıdır, müqəddimədir, Ramazan ayı. Bu günlərdə bəzi mübarək günlər var, xüsusi hadisələr var. Onlardan ən əsası mövludlardır. Başda İmam Əli əleyhissalam, möminlərin əmiri, təqvalıların əmiri Əli əleyhissalamın mövlududur. 13 Rəcəbə təsadüf edir. Və o mövludlardan biri də Rəcəb ayının 10-u 9-cu imamımız İmam Rıza əleyhissalamın evladı İmam Cavad əleyhissalamın mövlud günüdür. Rəcəb ayının 10-u. Və bununla yanaşı Kərbəla qəhrəmanı Həzrəti Əl-Əsxər ağanın da mövludu həmin günə təsadüf edir. Mən İmam Cavad əleyhissalam barədə, Həzrətin xüsusiyyətləri barədə bir neçə məsələ qeyd eləmişəm. Bu mövludla əlaqədar bəzi Həzrətin xüsusiyyətlərinə və ona xas olan bəzi məsələlərə işarə edeyim. Ondan öncə bu iki dənə böyük şəxsiyyətin adını çəkdim. Bunların bir ortaq cəhəti zehnimə gəldi, onları istəyirəm deyəm. Hər iki adını qeyd elədiyim şəxslər həm İmam Cavad əleyhissalam, həm Həzrəti Əl-Əsxər əleyhissalam ortaq cəhətləri var. Onlardan biri haqqı batildən ayırma meyarıdır. O körpə 6 aylıq İmam Hüseyin əleyhissalamın balası canlı dəlildir, haqla batili ayırmaq üçün. Baxın, düşmən hətta o 6 aylıq o körpüyə rəhm eləməməklə öz xəbisliyini göstərdi və Həzrət Əl-Əsxər əleyhissalam bu arada haqla batilin bir meyarına çevirdi. İmam Cavad əleyhissalam barəsində də belədir. İmamət barədə şübhə yarandığı bir dövrdə ki, daha geniş danışacağım. Həmin ərəfədə İmam Cavad əleyhissalamın dünyaya gəlməsi haqla batili ayıran bir meyara çevrildi. Bir bu məsələdir. İkinci məsələ, hər ki böyük şəxsiyyət Babəl Həvais, hacətlər qapısıdırlar. Belə imamlarımız bizə tanıtdırıblar. Xüsusilə İmam Cavad əleyhissalam, İmam Rıza əleyhissalam buyurur ki, dünyavi hacətləriniz olanda İmam Cavad əleyhissalama təvəssül edin. Və ümumiyyətcə insanın hər nə çətinliyi, hacəti oldu, əsas da insanın axirət aləmini düşünməlidir. Yəni o çətinliyi həmişə o aləmidir. Bu dünyada olan o çətinliklər, problemlər keçərlidir. Onun da çalışmalıyıq, həlli üçün hacətlərimizi istəməliyik. Hətta məsumlarımız bizə qeyd edib, o ayaqqabılarımızın o iplərinə kimi Allahdan istəyin, bizləri vasitə qərar verin. Bu iki dənə şəxsiyyət bir ortaq cəhəti də budur ki, hacətlər qapısıdırlar. İnsanın nə hacəti olsa istəyir, axirət hacəti istəyir, dünya hacəti, bunları vasitə qərar verib Allahdan istəyə bilər. Allah inşallah hər iki bu böyük şəxsiyyətin mövludlarını mübarək eləsin. Bizim üçün bu günləri də xeyirli, bərəkətli qərar versin inşallah. İmam Cavad əleyhissalamın
Bəzi xüsusiyyətlər var, o 9-cu imama aid olan məsələlərdir. İstəyirəm onlar barədə bir neçəsinə işarə edim. Bu xüsusiyyətlərdən ən önəmlisi, necə ki, atası İmam Rıza əleyhissalam onu belə vəsf edir, bərəkətli mövlud olmasıdır. Hətta qabaqda oxuyacağım bir hədisdə qeyd olunur ki, bizim şiyələrimiz üçün, İmam Rıza əleyhissalam məzmunu budur, bizim şiyələrimiz üçün bu evladdan daha bərəkətli dünyaya gələn heç bir evlad olmuyor. Bir balaca bunun səbəbini istəyirəm açıqlayam. İmam Cavad əleyhissalam bərəkətli mövlud, yəni bərəkətli dünyaya gələn, bərəkətli doğulan adlandırılıbdır. Bunun sirri bundan ibarətdir ki, İmam Rıza əleyhissalam 47 yaşına qədər evlad sahibi olmuyor. Bu isə Vaqifiyyə firqəsinin rəhbərlərinə əlinə bir növ bəhanə verirdi. Çünki Əziz İslam Peyğəmbərindən eşitmişdilər ki, bizdən sonra, məndən sonra Peyğəmbər buyurmuşdu ki, 12 canişin olacaq, 12 imam olacaqdır və onun 9-u İmam Hüseyin əleyhissalamın nəslindəndir. Bu bir növ əllərinə bəhanə verirdi ki, İmam Rıza əleyhissalamın imamətini sual altına aparsınlar. Hətta onların başçılarından bəziləri İmam Rıza əleyhissalama məktub yazaraq belə deyirdilər: övladın olmadığı halda necə imam ola bilərsən? İmam Rıza əleyhissalam da cavabında həmin şəxsə yazır ki, haradan bilirsən ki, mən övlad sahibi olmayacağam. Allaha and olsun ki, Allah mənə çox keçmədən haqqı batildən ayıracaq bir oğul bəxş edəcəkdir. Və nəhayət İmam Cavad əleyhissalam dünyaya gəlir, bütün bu şübhələrə, bütün bu təxribatlara son qoyur və şiəliyin möhkəmlənməsinə səbəb olur. Şiəlik sual altına gedən bir vaxtda şiəliyin möhkəmlənməsinə səbəb olur. Ona görə də İmam Rıza əleyhissalam o həzrət barədə buyurur ki, ondan daha bərəkətli bizim şiələrimiz üçün. Yəni, şiələr üçün ondan daha bərəkətli bir mövlud yoxdur. Bu İmam Cavad əleyhissalama xas olan və sadəcə onun üçün adlandırılmış bir addır. Mevlud-i babərəkət, bərəkətli mövlud, bərəkətli dünyaya gələn. Mən o hədisi də oxuyum, o bayaq dediyim. Bir gün İmam Rıza'nın əleyhissalamın yanındaydım, ravi deyir, Əbu Yahya Sənani. Deyir ki, İmam Rıza əleyhissalamın yanındaydım, onun az yaşlı oğlu Əbu Cəfəri gətirdilər. İmam Cavad əleyhissalamın bir ləqəbi də Əbu Cəfərdir. İmam Cavad əleyhissalama işarə edərək belə buyurdu. Bu elə bir övladdır ki, bizim şiyələrimiz üçün ondan daha bərəkətli doğulan bir kimsə yoxdur. Bu Həzrətin birinci xüsusiyyəti. İkinci məsələ, İmam Cavad əleyhissalama xas olan ikinci məsələ budur ki, o Həzrət kiçik yaşlarında imamətə çatıb. Yəni, uşaq yaşında imamlığı qəbul etdirmə səbəbidir o Həzrət. İnsanlar inana bilmirdilər. Hətta o yaxın, xas olan səhabələr də tərəddüdə düşən vaxtı bu insanların inana bilmədiyi bir vaxtı İmam Cavad əleyhissalam o uşaqlıqdan da imamətə çatmaq olar məsələsini inandıran bir imamdır.
Baxın, İmam Rıza Aleyhisselam Hicri qəməri tarixi ilə 2003-cü ildə şəhid edilir və o zaman İmam Cavad Aleyhisselamın 8 yaşı olur və 8 yaşında imamlıq məqamına çatır. Və belə bir vaxtda şiyələr belə bir təcrübəni görməmişdilər. İmamlıq məqamının bir... Hətta bəzi dediyim kimi o xüsusi sahabələr İmam Rıza Aleyhisselamın şəhadətindən sonra deyirdilər ki, bir dəqiqə ağlamaq vaxtı deyil. Gərək dinin fikrində olaq ki, rəhbər bu evlad böyüyənə kimi rəhbər kim olacaqdır, biz kimin ardınca getməliyik? Yəni, xüsusi sahabələr belə həmin ərəfələrdə şəkkə düşmüşdülər. Belə bir vaxtda bunun sözü, söhbəti gedən bir vaxtda səhabələrdən biri ilə bayaq qeyd elədiyim sözü deyəndə başqa bir səhabə daha agah, daha bəsirətli, daha çox düşünən bir səhabə həmin bu sözü deyən şəxsin hətta hədisdə qeyd olunub sinəsindən tutur, təliyir və bu sözləri deyir. Uşaqla məzmunu budur, uşaq böyük, nə fərqi var? Əgər ona imamlıq Allah tərəfindəndirsə, hətta bir günlük körpə də olsa, 100 yaşlı bir qoca kimi olacaq. Əgər Allah tərəfindən deyilsə, hətta 100 yaşında olsa da başqaları kimi adi bir insan olacaq. Onun üzərində gərək düşünəsən. Görürsünüz, 2 dənə səhabə bir-birindən bunları fərqləndirən bir daha çox düşünməsi, daha çox bəsirətə malik olması, Allahı daha yaxşı tanıması. Bəzən hətta imamı bu yaşında suallarla imtihan edirdilər, müxtəlif suallar verirdilər. O vaxtda insanlar teşnə idilər öz maariflərini öyrənmək üçün. Dururdular, uzun yollar qət edirdilər, gəlsinlər imamlardan o şər'i suallarını, şər'i vəzifələrini soruşsunlar. Cavab tapmayanda, imamları tapmayanda çox narahat olurdular, çox məyus olurdular. Bu həmin dəstələrdən biri gəlirlər, elə həmin bu dönəmə, bu ərəfələrə təsadüf edir. İmam Cavad Aleyhisselam olan bir vaxtı İmam Cavad Aleyhisselamın əmisindən bəzi suallar soruşurlar və imamın əmisinin cavabları bu şəxsləri qane eləmir. Sonra İmam Cavad Aleyhisselam bunlarla rastlaşır, onların bütün suallarına cavab verir və öz imamətini təsdiqləyir, imamətini təsbit edir. Orada həmin şəxslər imamın əmisinin verdiyi cavabı deyirlər. İmam öz əmisindən bir ifadə işlədir, onu istəyirəm burada əziz məclis iştirakçılarına hamıya elə çatdıran bir hamımız üçün bir dənə xəbərdarlıqdır. Onlar dedilər ki, sizin əminiz Abdullah belə-belə fətva verdi, filan cavabları verdi ki, imamın imam indi sözündən belə başa düşülür ki, cavabları uyğun cavab deyil idi, səhv cavabları idi. O cavabları eşidəndən sonra Həzrət buyurur, La ilahə illallah, ey əmi, qiyamət günü sənin üçün çox ağır olacaq ki, Allahın qarşısında dayanacaqsan və sənə belə deyiləcək, ümmət içində səndən daha bilikli biri olduğu halda niyə bilmədən qullarıma fətva verdi? Niyə bilmədən mənim bəndələrimə fətva verdi? Amma bu çox önəmli məsələdir. Bizim hazırki dövrümüzdə də daha biliklilər məraci təqlidlərimizdir, müştehidlərimizdir.
Biz bir məsələdən xəbərimiz var, onların 100 məsələdən xəbərləri var. Yəni bəzən görülür, cəmiyyətdə eşidilir, hər kəs özündən nəsə bir fətva verir, din barədə mütəxəssis olur, din barədə bir söz deyir. Bu qəhrəmanlıq deyil, o insanın özünün vəziyyətini çətinləşdirməsidir, vəziyyətini ağırlaşdırmasıdır. Allah eləməsin, bir dənə bir söz deyərik, səhv olar, o gedər onun nəticəsində əməl eləyər. Bunun cavabını mən verəcəm qiyamət günü. Bunu dərk eləyən şəxs belə ehtiyatlı olsun məsələlərdə. Xüsusilə ilahi məsələlərdə, dinlə bağlı bir şey ki, mənim axirətimi həll edir. Qiyamət günü mən bunlara görə sorğusu, əlbəttə bu birisi tərəfin də vəzifəsi var. Bizə göstərilibdir dini kimdən götürməlisən, kimlərdən götürməlisən. İndiki dövrdə vəzifəmiz nədir? Və qabaq hər bir dövr üçün bizim vəzifələr təyin olunubdur. İndi işdir, birdən biri vəzifəsini bilmir, vəzifəsini bilməsə, haradasa kimdənsə nəsə eşidəndə elə biləcək ki, din odur. Biz də digər tərəfdən də vəzifəmiz budur, istəyir alim olsun, istəyir sıravi möminlərdən olsun, fərqi yoxdur. Bir şey barədə bilmirsə, rahat şəkildə heç nədən utanmayaraq gərək desin ki, mən bu məsələni bilmirəm. Amma özündən fətva vermək, mənim düşüncəm budur, fikrim budur. Din bu fikirlərlə ölçülmür. Onda hər kəsin bir özünə görə bir fikri var, bir düşüncəsi var. Hərə öz düşüncəsini təhmil eləsə dinə, o Allahın göndərdiyi müqəddəs dindən bir şey qalmaz. Elə fikirlər əsasında olan bir din formalaşar. Bu baxımdan insan çox ehtiyatlı olmalıdır bu xüsusilə fətva vermə məsələlərində və müraciət etməliyik İmam Zaman sallallahu aleyhin bizim üçün tapşırdığı şəxslərə. Onlar müəyyən xüsusiyyətlərə malik olan müştehidlərimizdir, mərci təqlidlərimizdir. İmam Zaman sallallahu aleyh mübarək bir məktubunda qeyd edib ki, bu dövrdə, qeybət dövründə bizim hədislərimizi rəvayət edənlərə müraciət edib. Bu həmin bu məclisə uyğun deyil açıqlaması. Qısa olaraq budur ki, yəni müəyyən bir şəraitlərdə olan o mütəxəssis din alimlərinə müraciət edir. Hədis rəvayət etmək sadəcə bir məharət deyil. Kim ki hədis rəvayət edir, yox, hədisi hər tərəfli başa düşən, mənasını bilən və onun əsasında fətva verə biləcək din mütəxəssislərinə müraciət edir. İmamın növbəti xüsusiyyəti onun siyasi evlilikdə olan rəftarıdır. Bu barədə də qısa açıqlama verim. Baxın, Məmun Əbbasi xəlifəsi, Allahın lənəti olsun ona və digər zalimlərin üzərinə, İmam Rıza əleyhissalamı şəhadətə çatdırandan sonra o fikri yayındırmaq üçün, ümumi fikri yayındırmaq üçün və İmam Cavad əleyhissalamı kontrol eləmək üçün belə bir hiyliyə əl atır. 9 yaşında olan qızını İmam Cavad əleyhissalamdan evləndirmək istəyir. İmam Cavad əleyhissalam öz imamət elmi ilə agah olur ki, bu məsələ şiəliyin daha çox inkişafına və Məmunun öz hədəflərinə çata bilməyəcəyinə səbəb olacaq və bu evliliyi qəbul edir. Diqqət elədiniz, 2 məsələ. İmam bu təklifi qəbul edir 2 səbəbdən. Zalimin öz hədəfinə çata bilməyəcəyini bilir. Bilir ki, bu
evlilikdən o sui-istifadə edə bilməyəcək. O elə bilir ki, bu müəyyən bir hədəfləri var, ona çatacaq, amma öz hədəflərinə çata bilməyəcək. Bu bir. İkinci də bu məsələ İslamın, şiəliyin xeyrinə olacaq. Belə bir şeyi dərk etdikdən sonra, bildikdən sonra bu məsələni qəbul edir və Məmunun Ummul Fəzl adlı qızınla evlənir. Və həmin bu ərəfələrdə İmam Cavad əleyhissalam öz elmini göstərir. Bəzi münazirələrdə iştirak edir. Məmuna bəzi iradlar eləyəndə o İmam Cavad əleyhissalamın məqamını göstərmək üçün, bəyan eləmək üçün bəzi məclislər təşkil edir. O vaxtın ən böyük qazilərindən ibarət olan məclislər təşkil olunur və orada İmam Cavad əleyhissalam o elmini göstərməklə öz imamətini təsbit edir. Mən onlardan bir dənəsini qeyd eləmişəm, nəzərinizə çatdırım. Yəhya İbn Əqsəm adlı bir şəxs münazirə zamanı ümumi məclisdə İmamdan əvvəl soruşur ki, icazə verirsiniz sizə sual verim. Əlbəttə əvvəl Məmundan icazə alır və Məmun deyir, imamın özündən sorur. İmamdan icazə alandan sonra imam buyurur ki, nə sualım var, ver. Həmin şəxs belə sual verir ki, muhrim ehramda olan şəxsin heyvan ovlamasının hökmü nədir? Ehram bilirsiniz də müəyyən həc və ümrə ziyarətində müəyyən mərhələdən sonra insanın ehram bağlamasıdır və ehram bağlayandan sonra müəyyən işlər onun üçün haram olur. Belə bir sual verir, baxın İmam Cavad əleyhissalam bu sualın müqabilində bəzi suallar verir. Deyir, mənə birinci de görüm, həmin o hərəm məntəqəsində baş veribdir, yoxsa hərəm məntəqəsindən xaric? Yəni, o Məkkə, Kəbə ətrafında o hərəm məntəqəsində baş verib, yoxsa yox? Ov, ehram vaxtı ovun hökmünü bilirdi ya yox? Qəsdən öldürüb, yoxsa qəsdən öldürməyib? Həmin şəxs azad idi, yoxsa qul idi? Uşaq idi, yoxsa böyük idi? Birinci səfər idi, yoxsa qabaq da bu işi yerinə yetirib? Hökm soruşur, hökm soruşur. İmam bütün bu cəhətlərini ondan soruşur. O öldürülən heyvan quş idi, yoxsa başqa bir heyvan idi? Balaca idi, yoxsa böyük idi? Həmin ehram bağlayan şəxs işində ısrarlı idi, yoxsa peşiman olmuşdu? Ovu gecə yerinə yetirmişdi, yoxsa gündüz yerinə yetirmişdi? Ümrə ziyarətinin ehramındaydı, yoxsa həcc ziyarətinin ehramındaydı? Məəttəl qaldılar. Sual verən məəttəl qaldı ki, İmam necə hər tərəfli məsələyə agahdır və öz acizliklərini qeyd elədilər. Bu sualların müqabilində başa düşdülər ki, bu suallara cavab vermək iqtidarında özləri deyirlər və imam hər tərəfli bizim imamla bəhs eləmək, müzakirə eləmək həddində deyilik. Və orada da Məmun belə bir söz işlədir. Deyir ki, Peyğəmbərin əhl-i beyti insanlar içində fəzilət və böyük kamala malikdilər. Və onların az yaşlı olması onların kamilliyi üçün bir maniyə deyil. Baxın, bu zalimların xüsusiyyəti budur. Bir tərəfdən özünü
yaxşı göstərir, Peyğəmbər ailəsi yanında, digər tərəfdən Əhl-i Beyt nümayəndələrindən mübarizə aparır. Əhl-i Beyt nümayəndələrini şəhadətə yetirir, qətlə yetirir. Ona görə də bizim üçün o rəftarlar önəmlidir, sözlər deyil. Sözlərdə çox söz deyə bilərlər. Bu bir dənə Muaviyyə siyasətidir, Muaviyyə hiləsidir, Məmun hiləsidir. Növbəti məsələ imamın cəmaatla bağlı olmasıdır. Onun müəyyən bir post, imamlıq məqamı səbəb olmadı ki, o insanlardan ayrılsın. İmamdan alacağımız bir dərsdə budur. Fərqi yoxdur, hansı postdayıq, hansı məqamdayıq, insanlarla o ünsiyyəti qoruyub saxlamalıyıq. İmam insanların mənəvi, iqtisadi məsələlərinin həlli üçün insanların arasındaydı. O qədər insanlarla səmimi idi. Bir nəfər cavan bir şəxs İmam Cavad əleyhissalama məktub yazır. Nasibi olan, azğın olan atasıyla rəftarı barədə soruşur. Atasının müqabilində vəzifəsini soruşur. Baxın, Əhl-i Sünnə məzhəbindən bir qrup nasibidirlər. Nasibi, yəni imamlara qarşı düşmənçilik edirlər, imamları söyürlər. Belə bir etiqada malik idi. Və həmin gənc deyir ki, atam öz etiqadlarından möhkəm dayanıbdır və öz etiqadlarından müdafiə edir. Mən onun müqabilində necə rəftar edir? Bir gəncdir, atası barədə soruşur. Bu cavab elə gənclər üçün, hamımız üçün müxtəlif şəraitlərdə qərarlaşan şəxslər üçün bir dənə bir örnəkdir. Birində ola bilər Əhl-i Beytlə düşmənçiliyi yoxdur, başqa bir xüsusiyyətlərə malikdir. İmam həmin şəxsin məktubuna cavab yazır. Bunun özü də çox önəmli bir məsələdir. İmam məktub qəbul edir, məktubun cavabını yazır. Bu, insanlarla ünsiyyətin göstəricisidir. Qad fəhimtu kitabək və mə zəkərtə min əmri əbik. Məktubunu oxudum, atam barədə dediklərini başa düşdü. Həzrət sonra buyurur ki, inşallah səni Ləstu əd'u du'a və ləstu əd'u du'a ələk inşallah. Sənin dualarımda unutmayacağım, sənin üçün dua edəcəm. Sonra İmam 4 dənə məsələni tövsiyə edir atasının bu rəftarı müqabilində. Birinci budur ki, onunla çalış keçinlə, tərcüməsini deyib çox vaxtınızı aldım, sözümü yekunlaşdırıram bu hədisi qeyd edir. Birinci budur ki, çalış ondan keçinəsən. Keçinmək ondan çəkişmədən daha xeyirlidir. Atanla çalış keçinəsən. Yəni, əxlaqlı olasan, mülayim olasan ona qarşı. Amma bir çox məsələlər var ki, insan pulla onu dəyişdirə bilməz. Bir çox insanları pulla ələ ala bilməz. Mümkün deyil bu. Amma o xoş rəftarla, xoş davranışla sən qarşı tərəfi dəyişə bilərsən. Özünə qarşı ya onu hansısa bir əməlindən çəkindirə bilərsən. Birinci budur ki, keçinəsən. İslam düşmənləri, Allah düşmənləri istisna, bu bizə hamı üçün əmr olunur ki, çalış hamı ilə keçinəsən. Kimlə ki, xüsusilə əsasda ünsiyyətdəsən. Bu evin içində də ola bilər, iş yerində də ola bilər, müxtəlif şəraitlərdə qərarlaşa bilərsən. İslamın dediyi ilk məsələ budur ki, qarşı tərəfdən çalış keçin. Yəni, həm o tərəfə aiddir bu, həm bu tərəf, hər kəsə aiddir. Yəni, eşidən hər kəsə aiddir ki, o xoşagəlməz insanlarla qeyd elədiyin kimi, İslam düşməni deyilsən.
Əhl-i beyt düşməni deyilsə, bacardığımız həddə keçinməyə çalışmalıyıq. Buna müdara deyirlər, dinin əsas tapşırıqlarından biridir. Gərək keçinəsən. Amma bu keçinmə onun sui-istifadəsinə də səbəb olmamalıdır. İnsan o məsələni də kontrol eləməlidir ki, sənin keçinmə onda cürət yaratmasın. Bu iki dənə hal istisna, ilk bizim işimiz budur ki, bütün insanlarla kimlə qarşılaşırıq, düşmən deyilsə, onunla girək biz keçinək. İmamın birinci göstərişi budur ki, çalış atanla keçin. İkinci, və ma'al usri yusra. Hər bir çətinlikdən sonra bir asanlıq var. Fəsbir innəl aqibətə lil-muttəqin. Səbirli ol. Həqiqətən o xeyirli aqibət təqvalılar üçündür. Atanın bu xoşa gəlməz hadisələri qarşısında imamın özünə bu nalayiq sözlər deyir atası. İmam indi həmin o evladı çağırır ki, baxmayaraq ki, bizə nalayiq sözlər deyir, nasibidir. Amma atanla bu cür rəftar elər. Üçüncü, səbr elər. Səbbətəkallah alə vilayəti mən təvəlləytə nəhnu və əntum fi vədiyyətillah. İmamın dördüncü dua qalibində məsləhəti budur ki, Allah səni bizim məhəbbətimizdə, bizim vilayətimizdə sabit qədəm eləsin. Yəni, çalış, möhkəm qal, istiqamətli ol bizim vilayətimizdə. Bizim vilayətimizi qəbul edirsən, məhəbbətin var ki, atanın nasibi olması səni narahat edir, məndən vəzifə soruşursan. Elə bu vilayətdə möhkəm qal. Atanın bu nalayiq rəftarı qarşısında çalış, səbirli ol. Hər bir çətinlikdən sonra bil ki, bir asanlıq gələcək. İndi sənə çətindir bu vəziyyət. Amma bil ki, belə qalan deyil, keçəcək. Və birinci məsələ də buydu, çalış atandan keçin. Birinci, sən bunu qəbul elə. Bunu qəbul elə ki, ondan keçinmək lazımdır. İkinci məsələ qeyd elədi ki, ondan keçinmədən sonra özünü inandı ki, bu keçinmə çox davam eləməyəcək. Sən əgər düz rəftar eləsən, əxlaqlı onunla rəftar eləsən, bu çox çəkən deyil. Bunlara özünü ki, inandırdın bu xoşa gəlməz hadisənin qarşısında səbirli ol və vilayətdə möhkəm dayan. Bir müddət keçəndən sonra qısa bir müddət həmin bu şəxs cavan oğlan Bəkir ibn Salih bu sözünün ardında deyir ki, çox bir vaxt keçmədi, atamın qəlbi mənim o səbir etməyim nəticəsində atam Əhl-i Beytə meyilləndi və öz evladımla artıq müxalifətçilik eləmədi. İmamın yol göstərməsi hamımıza aiddir. Bizim də həyatımızda bir xoşa gəlməz rəftarlara malik olan, xoşagələr hadisələrə malik olan, bizlə eyni inancda olmayan, bizim əksimizə bəzən rəftar edən insanlarla qarşılaşa bilərik. Bir yolu budur. Əsas yolu ki, iksir bəzi alimlər adlandırır, budur. İnsan özünü kontrol eləməklə, özünü düzəltməklə, Əhl-i Beytdən bizə çatan o əxlaqa, səbrə riayət eləməklə bir insanı 180 dərəcə dəyişmək qabiliyyətindədir. Allah inşallah bizi eşitdiklərimizə, bildiklərimizə amil qərar versin inşallah. Bu mövludun bərəkətini həyatımızda hiss edənlərdən bizi qərar versin inşallah. Allah Teala bizi onun razı olduğu, sevdiği işlərə müvəffəq eləsin.
Həyatımızda Allah Teala bizi ne için yaradı? Bunu dərk edənlərdən və o hədəf istiqamətində addım atanlardan bizi qərar versin. Amin. Allah İmam Zaman salamun aleyhin zuhurunu təcil eləsin. O Həzrətin gəlişinə hərə öz həddimizdə kim nə bacarırsa zəmin yaradanlardan, bunu fikirləşənlərdən bizi qərar versin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Salavat.